Salamlar, vaxtınız xeyir olsun. Biz bugün 7-ci sinif coğrafya dərsi ilə bölmə 4.1 hava axınları necə mövzusu izahına baxacağıq. Gəlin vaxtırmada mövzuda tanış olaq. Havanın mühüm elementlərindən biri təzyiqdir. Hava yer səthində və havanın yer səthində və oradakı olan bütün cisimlər üzərində düşən ağırlığına atmosfer təzyiqi deyilir. Atmosfer təzyiqi əsasən temperaturun təsiri ilə formalaşır və barometr cihazı ilə ölçülür. Bura qədər oxuduq, gəlin mətni daha yaxın təhlil edək. Deyək ki, havanın mühüm elementlərindən biri təzyiqdir. Daha sonra təzyiq nə oldu? Deyək, havanın yer səthində orada olan bütün cisimlər üzərinə düşən ağırlığına atmosfer təzyiqi deyilir. Bu tərifi əzbər bilməlisiniz. Yəni havanın yer səthində və orada olan bütün cisimlər üzərinə düşən ağırlığına nə deyilir? Atmosfer təzyiqi deyilir. Atmosfer təzyiqi nə əsasda formalaşır? Atmosfer təzyiqi temperatur əsasda formalaşır və barometr cihazında ölçülür. Üç cür atmosfer təzyiqi var. Biri yüksək təzyiq, digəri isə alçaq atmosfer təzyiqi mövcuddur. Gəlin yüksək atmosfer təzyiqi tanış olaq. Temperaturun azalması nəticəsində hava soyuyaraq sıxılaşır və ağırlaşır, aşağıya doğru enərək yer səthinə təzyiq göstərir. Belə təzyiqə yüksək təzyiq yaranır. Yəni belə desək, yüksək təzyiq əsasən buludlarda yaranır və nəticədə orada hava soyuyur və sıxılaşır, ağırlaşır, aşağıya doğru enir və yer səthində yüksək təzyiq yaradır. Yüksək təzyiq bol yağıntı və rütubət verir. Buradan açar söz kimi siz aşağıya doğru enmək sözünü açar söz olaraq sözünüzdə qeyd kimi götürə bilərsiniz və ya da saxlaya bilərsiniz. Bəs alçaq təzyiq nədir? Temperaturun artması nəticəsində hava qızarır, yüngülləşir və yuxarı qalxır və yer səthində təzyiq azalır. Belə təzyiq alçaq təzyiq yaranır. Yüksək təzyiq buludlarda yarandığı halda alçaq təzyiq yer səthində yaranır və hava qızır və nəticədə buludlara doğru hərəkət edir və bu nəticəsində yer səthində təzyiq azalır. Buna alçaq təzyiq deyilir. Alçaq təzyiq olan ərazilərdə nə olur? Rütubət az olur, yağıntı az olur. Əsasən quraq iqlim hakim olur həmin ərazilərdə. Biz bu mövzuları rütubət və iqlim mövzularında daha ətraflı şəkildə keçəcəyik. Burada da açar söz kimi siz yuxarı qalxır sözünü açar söz kimi özünüzdə qeyd edə bilərsiniz. Daha sonra təzyiqin yer səthində qeyri-bərabər paylanması nəticəsində hava axınları əmələ gəlir. Beləliklə, havanın yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkət etməyə başlayır. Havanın belə üfüqi yer dəyişməsi külək adlanır. Küləklərin əsməyə başladığı yerin istiqamətinə uyğun adlandırılır. Məsələn, şimaldan cənuba əsən külək şimal küləyi adlanır. Şimaldan və cənubdan əsən küləklər fərqli xüsusiyyətlərə malik olur. Şimal küləkləri əsasən qış aylarında əsir və havanın temperaturunu aşağı salır. Cənubdan əsən küləklər isə daha çox yaz və yay aylarında əsir. Belə küləklər isti, bəzən də havanı tozlu edir. Küləklər güclü olduqda kənd təsərrüfatına mənfi təsir göstərir. Buranı oxuduq, indi gəlin mətni daha yaxına təhlil edək. Dedi ki, havanın digər ünsürləri kimi də təzyiq də yer səthində qeyri-bərabər paylanmışdır və qeyri-bərabər paylanması nəticəsində yer səthində alçaq və yüksək təzyiq sahələri formalaşır. Bu nəticəsində isə hava axınları əmələ gəlir. Yəni, burada da yazılır. Beləliklə də hava yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkət etməyə başlar. Belə üfüqi yer dəyişmə külək adlanır. Dedi ki, havanın üfüqi yer dəyişməsinə külək deyilir. Yəni, külək alçaq təzyiqdir. Yüksək təzyiqdən alçaq təzyiqə doğru hərəkət edir. Yəni, üfüqi hərəkət edir. Baxın, bunlar alçaq təzyiqlər, bu isə yüksək təzyiqdir. Yəni, baxın, beləncə hərəkət edir. Sonra dedik ki, küləklərin əsməyə başladığı yerin istiqamətinə uyğun olaraq adlanır. Məsələn, şimaldan cənuba əsən küləklər şimal küləyi adlanır. Baxın, burada qeyd olunur. Oxun istiqamətini yox, baxın, əsdiyi istiqamətdən götürəcəyim. Baxın, bu istiqamətdən. Baxın, görürsünüz, şimaldan cənuba doğru əsir, yəni şimal küləyidir. Həmçinin küləklər adlandırılması da əsdiyi istiqamətə görə götürülür. Məsələn, şimal küləyi, cənub küləyi, cənub-şərq küləyi və s. adlarla qeyd olunur. Şimaldan və cənubdan əsən küləklər fərqli xüsusiyyətlərə malik olur. Şimaldan əsən küləklər qış aylarında əsir və havanın temperaturunu aşağı salır. Belə küləklərə
qütbdən əsən küləklər və yaxud da arctik küləklər də deyilir. Cənubdan əsən küləklər isə daha az şimaldan əsən küləklər dedik ki, qış aylarında əsir. Bu küləklərə biz başqa adlarla qütb küləklər və yaxud da arctikdən əsən küləklər də deyəcəyik. Bu küləklər əsasən qış aylarında əsir və yağıntı gətirir və temperaturu aşağı salır. Cənubdan əsən küləklər isə əsasən tropik küləklər adlanacaq. Yaz və yaylarında əsməyə başlar. Havanı bəzən isti və bəzən isə tozlu edir. Küləklər güclü olduqda kənd təsərrüfatına mənfi təsir göstərir. Bura qədər oxuduq. İndi gəlin fəaliyyət suallarına baxaq. Birinci sualda deyir ki, A şəkildə əsas sualları cavablandırın. Baxaq. Bu bizim A şəklimizdir. Və deyir, A-da deyir ki, yüksək və alçaq təzyiq sahələri arasında fərqi izah edin. Əslində burada siz özünüz də bu məlumatı oxuyaraq da siz özünüz fərqi görə bilərsiniz. Yəni belə desək, hava molekulyar quruluşa malik olduğu üçün hava müxtəlif sahələrdə qızır. Yəni bu nəticəsində təzyiq sahələri yaranır. Bu nəticəsində yüksək və alçaq təzyiq sahələri formalaşır. Yəni dedik ki, yüksək təzyiq temperatur azalma yuxarıda, yəni hava yer səthindən yuxarıda havanın temperaturu azalması nəticəsində hava sıxlaşır və aşağıya doğru enərək yer səthi təzyiq göstərir. Buna yüksək təzyiq deyilir. Yəni dedik ki, yüksək təzyiq buludlarda formalaşır, yəni atmosferdə formalaşır. Alçaq təzyiq isə temperaturun artması nəticəsində hava qızarır, yüngülləşir və yuxarı qalxır və yer səthinə təzyiq azalır. Belə təzyiq alçaq təzyiq sahəsi adlanır. Alçaq təzyiq isə dedik ki, alçaq təzyiq isə yer səthinə formalaşır və atmosferə doğru qalxır. Yüksək təzyiq soyuyur, alçaq təzyiq isə qızarıb yuxarı qalxır. Yəni fərqləri bunlardır. Sonra B-yə baxaq. Nə üçün hava yüksək təzyiqdən alçaq təzyiqə doğru hərəkət edir? Baxın, burada da məlumat qeyd olunub. Yəni siz buranı oxuyaraq bu sualın cavabını tapa bilərsiniz. Burada deyilir ki, təzyiq yer səthində qeyri-bərabər paylanması nəticəsində hava axınları əmələ gəlir. Beləliklə, hava yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkət etməyə başlayır. Havanın belə üfüqi yer dəyişməsinə də külək adlanır. Yəni belə təzyiq fərqləri nəticəsində də küləklər formalaşır. Yəni bu da oldu bizim B-nin cavabı. Sonra 2-yə baxaq. Deyir ki, küləkləri cədvəldə verilən istiqamətə görə adlandırın. Biz demişdik ki, biz oxun istiqamətə deyil, başladıq istiqamətdən götürəcəyik. Baxaq görək hansı istiqamətdəsiz ki, azimutumuzu quraq. Baxın, fikir verirsinizsə, baxın, azimutumuzu qurduq. Görürsünüz, baxın, bu cənub-qərbə düşür. Haradan başlayıb cənub-qərbdən? Bu cənub-qərb külək olacaq. Birinci cənub-qərb. İkinci fikir verirsinizsə, baxın, azimutu çəkirəm, siz daha yaxşı görəsiniz. Çəkirəm. Fikir verirsinizsə, şimal-qərbdən əsir. Bu olacaq nə? Şimal-qərb küləyi, yəni cənub-şərqə doğru əsir. Daha sonra isə fikir verirsiniz, üçüncü şəkildə də baxaq. Üçüncü şəkildə görürük ki, nə olur? Şərq istiqamətdən başlayıb, qərbə doğru hərəkət edir. Bu da olacaq şərq küləyi. Birinci oldu cənub-qərb, ikinci olacaq bizdə şimal-qərb, üçüncü olacaq şərq küləyi. Bu da oldu bizim ikinci tapşırığın cavabı. Sonra üçüncü tapşırığa baxaq. C xəritəsində küləklərin əsli istiqamətlər verilmişdir. Baxaq, bu bizdə C xəritəsidir. C xəritəsində əsasən küləklərin əsli istiqamətlər verilmişdir. Xəritəyə əsas sualları cavablandırın. A-ya baxaq. Məntəqələrin təzyiqini necə müəyyən edə bilərsiniz? Baxın, fikir verirsinizsə, küləklər, yəni külək 3-dən 1 və 2-yə doğru hərəkət edir. 3-də yüksək təzyiq olacaq. 2-də isə 1-də isə alçaq təzyiq olacaq. Biz demişdik ki, hava axınları yüksək təzyiqdən alçaq təzyiqə doğru hərəkət edir. Və göründüyü kimi də külək 3-dən başlayaraq 1 və 2 istiqamətində əsir. Yəni bu da nə oldu? 3 yüksək təzyiq, 1 və 2 alçaq təzyiq sahələrdir. Sonra B-yə baxaq. Deyir, istiqamətlərinə görə küləkləri adlandırın. Gəl adlandıraq. Gəlin biz azimutumuzu çəkək. Mən azimutumu buradan çəkəcəm. Baxın, bu bizim azimutumuz. Fikir verirsinizsə,
Cənub-şərq küləyidir bu. Baxın, birinci cənub-şərq küləyi, üçüncü isə cənub-qərb küləyi olacaq. Əsasən küləyin başladığı istiqamətdən biz küləyi adlandırırıq. Və hansı istiqamətdə əsir? Fikir verirsə, birinci külək cənub-şərqdən başlayıb şimal qərbə doğru əsir. İkinci küləyimiz isə cənub-qərbdən başlayıb şimal şərqə doğru hərəkət eləyir. Bu oldu bizim üçüncü sualın cavabı. Sonra dərsə davam eləyək. Müxtəlif ərazilər arası təzyiq fərqi artacaq, küləyin sürəti və gücü də artır. Güclü küləklər yer səthində dağıntılara səbəb olur. Küləyin sürətini Borford şkalasını, küləyin gücünü ölçmək üçün Borford şkalasından istifadə edilir. Burada cədvəllər verilir. Məsəl üçün şəlakətli küləklər, sonra zəif küləklər, güclü küləklər, çox güclü küləklər, qasırğa və güclü qasırğa burada qeyd olunub. Məsələn, şəlakət 0, yəni demək olar ki, heç bir şey hiss olunmur. Zəif küləklərin gücü 1-3 bal arasında qeyd olunur. Güclü küləklər 4-6 və çox güclü küləklər isə 7-8, qasırğa 9-10, güclü qasırğa isə 11-12 bal gücündə qiymətləndirilir. Küləyin sürəti metr bölünsü saniyə şəklində, küləyin sürəti metr bölünsü saniyədir. Sonra küləyin dağıdıcılıq qüvvəsi də şəlakət, zəif, güclü, çox güclü qasırğa və güclü qasırğa olaraq da qiymətləndirilir. Dedi ki, küləklərin gücü nə olur? Təzyiq sahələri arasında fərq artacaq, küləyin sürəti gücü də artır. Küləyin gücü nə ilə ölçülür? Borford şkalası ilə ölçülür. Yəni Borford şkalası əsasında ölçülür. Daha sonra yer kürəsində müxtəlif ərazilərin həmin yerlərə məxsus küləkləri formalaşır. Bunlara yerli küləklər adlanır. Bu küləklərin regionundan asılı olaraq fərqli adları var. Məsələn, ağ yel, qara yel və s. Sahil boyu ərazilərdə isə quru və suyun temperaturu gün ərzində dəyişməsi nəticəsində brizlər yaranır. Küləklər yalnız lokal deyil, regional miqyasda da əmələ gəlir. Böyük quru sahəsi ilə okean arasındakı təzyiq fərqinə görə də musson küləklərdə yaranır. Bura qədər oxuduq, gəlin mətni daha yaxın təhlil edək. Deyək ki, kürəsin müxtəlif ərazilərində də, yəni həmin ərazilərə aid küləklər formalaşır. Buna biz yerli küləklər deyəcəyik. Yerli küləklər adından göründüyü kimi müəyyən bir əraziyə xas olan küləklərdir. Məsələn, ağ yel, qara yel küləklərini buna misal çəkə bilərik. Sahil boyu ərazilərdə də quru və su temperaturunun gün ərzində dəyişməsi nəticəsində də brizlər yaranır. Yəni brizlərin tərkibə baxın nə oldu? Sahil boyu ərazilərdə gün ərzində quru və suyun temperaturunun gün ərzində dəyişməsi nəticəsində gecə və gündüz brizləri yaranır. Burada da şəkildə görürsünüz. Şəkilə baxın. Fikir versək, gündüzlər okeandan, dənizdən sahilə doğru əsir, yəni gündüzlər suda yüksək təzyiq, quruda alçaq təzyiq formalaşır. Gecə isə quruda yüksək təzyiq, okeanda isə alçaq təzyiq formalaşır. Bu nəticəsində də gündüzlər nə olur? Sahil boyu ərazilər rütubətli olur. Gecələr isə sahil boyu ərazilər quru, su olan ərazilərdə isə, yəni su isə daha rütubətli olur. Daha sonra küləklər yalnız lokal deyil, regional miqyasda da əmələ gəlir. Böyük quru sahəsi ilə okeanlar arasında təzyiq fərqinə görə musson küləkləri də yaranır. Musson küləkləri istiqaməti ildə 2 dəfə dəyişir. Brizlər isə sutq ərzində istiqaməti 2 dəfə dəyişən küləklərdir. Fikir verirsə, yayda okeandan quruya doğru əsir, qışda isə qurudan okeana doğru əsirlər. Daha sonra fəaliyyət suallarına bax, 4-cü şəkilə baxaq. Y şəklinə görə sualları cavablandırın. Baxın, bu bizim Y şəklimizdir. Gecə və gündüz vaxtlarında hava axınları istiqamətini müəyyən edin. Baxın, hava axınları müəyyən edək. Fikir verirsə, gündüz vaxtı suda yüksək təzyiq sahəsi formalaşır, quruda alçaq təzyiq sahəsi formalaşır. Bu nəticəsində də hava axınları yüksək təzyiqdən alçaq təzyiq sahəsinə doğru hərəkət edir
və sahil boyu ərazilərdə rütubətli iqlim formalaşır. Gecə isə e, gecə isə quruda alçaq təzyiq, quruda yüksək təzyiq, okeanlarda isə, yəni suda isə alçaq təzyiq formalaşır. Bu nəticəsində də gecələr sahil boyu ərazilər nisbətən daha az rütubətli olur. Daha sonra B-yə baxaq. Nə üçün günün müxtəlif vaxtlarında küləyin istiqaməti fərqli? Fikirlərinizi əsaslandırın. Baxın, bu nə üçün günün müxtəlif vaxtlarında küləyin istiqaməti fərqli? Fikirlərinizi əsaslandırın. Bəs təzyiq fərqindən formalaşır. Su gec qızır və gec soyuyur. Bu nəticəsində də gündüzlər suda yüksək təzyiq, quruda alçaq təzyiq formalaşır. Gecələr isə su soymağa başlayır və bu nəticəsində suda alçaq təzyiq, quruda isə yüksək təzyiq formalaşır. Quru tez qızır, tez soyuyur. Su isə gec qızır və gec soyuyur. Yəni belə. Yəni dedik ki, bir də təkrar edək. Dedik ki, su gec qızır, gec soyuyur. Gündüzlər suda yüksək təzyiq olur. Axşamlar isə alçaq təzyiq. Quruda isə tez qızır və tez soyuyur. Bu nəticəsində gündüzlər quruda alçaq təzyiq, gecələr isə yüksək təzyiq formalaşır. Sonra C-yə baxaq. Küləyin istiqaməti dəyişməsi quruya necə təsir göstərə bilər? Küləyin istiqaməti gündüzlər külək quruya doğru əsdiyi üçün, yəni sudan quruya doğru əsdiyi üçün sahil boyu ərazilərdə rütubətli, gecələr isə qurudan suya doğru əsdiyi üçün isə nə olur? Rütubətlik azalır və daha quraq iqlim formalaşır gecələr. Yəni bu da bunun fərqidir, yəni istiqamətlərinə görə. Sonra baxaq, 5-ə baxaq. F şəklində deyir ki, təsvir olunan yay və qış mussonları bir-biri nə ilə fərqlənir? Eyni brizlərdə olduğu kimi burada da tərif mussonlara da aid etmək olar. Mussonlar brizlərdən fərqli olaraq istiqaməti ildə 2 dəfə dəyişir. Yayda okeanlarda yüksək təzyiq, quruda alçaq təzyiq formalaşır. Bu nəticəsində də hava kütlələri okeandan quruya doğru hərəkət edir. Qışda isə quruda yüksək təzyiq, okeanlarda isə alçaq təzyiq formalaşır. Bu nəticəsində də qışda quruda daha quraq iqlim, okeanlarda isə rütubətli iqlim formalaşır. Sonra 6-ya baxaq. Y və F şəkillərində küləklərin oxşar və fərqli cəhətlərini müəyyən edin. Oxşar xüsusiyyətləri hər ikisi istiqaməti müəyyən müddətdə dəyişir və təzyiq fərqindən formalaşır və su üzərindən quruya doğru, quru üzərindən suya doğru hərəkəti burada göstərilir. Fərqi bundan ibarətdir ki, brizlər sutka ərzində istiqamətini dəyişən küləklərdirsə, mussonlar isə il ərzində istiqamətini dəyişən küləklərdir. Yəni brizlər sutka ərzində 2 dəfə dəyişir, mussonlar isə ildə istiqaməti 2 dəfə dəyişən küləklərdir. Daha sonra 7-yə baxaq. G şəklindəki səhifədə təsvir olunan tornado fəlakəti baş verdiyi ərazidir. Şəkil təhlil edərək küləyin sürəti və dağıdıcı gücünü D şəklindəki Borfa şkalası əsasında müəyyən edin. Fikir verirsə, burada binalar dağılıb, maşınlar uçub, yəni maşınlar aşıb. Bu da hansına aid ola bilər? Güclü qasırğaya aid ola bilər və gücü 11-12 bal gücündə qiymətləndirmək olar. Dərsimiz bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Gələn videolarda görüşəndə hələlik.